Say sistemində verilmiş 258-in kvadratını 8-ci say sistemində göstərin. 258-in kvadratını niyə belə yazır? 258-in kvadratı onluqda verilir. 8-ci say sistemində göstərin deyirsə, biz bunu yazacağıq 258-in özünü 2-nin qüvvətinə yazmaq olmadığına görə 256 plus 2-nin 2. kvadratı kimi göstərəcəyik. Bu da 2 üstü 8 plus 2'nin mötərizə kvadratıdır. Bərabərdir. Birincinin kvadratı 208'in kvadratı 2 üstü 16. Üstə gəlinsin. 2 üstü 8'i 2'ye vuranda 2 üstü 9. Bir də 2'ye vuranda 2 üstü 10. Üstə gəlinsin. İkincinin kvadratı edir 4. 8'li say sistemi deyirsə, biz bunların hər birini, məsələn 8'li dediyinə görə 8 əsasa gətirməliyik. 16 desəydi 16 əsasa, nə bilim 4 desəydi 4 əsasa və s. Ona 8 əsasa gətirmək üçün bu 2 üstü 3'ün üstünü əsasa yazmalıyıq. Bu da 2 üstü 16'nı 2 üstü 3'ün üstü 5 yazaram. 15 vurulsun 2 yazaram. 16. Üste gəlinsin. 2 üstü 3'ün üstü. Onu yazmaq üçün 3 yazaram. 9. Onu da 2'ye vuraram. Eləyər 10. 4 də elə 4'dür də. Bunun 2'nin qüvvətinə heç ehtiyac yoxdur gətirməyə. Deməli, burası eləyir. Bax, bu hissə eləyir. 8 üstü 5 vurulsun 2. Üste gəlinsin. 8 üstü 3 vurulsun 2. Üste gəlinsin 4. 8 üstü 5 vurulsun 2 o deməkdir ki 8 üstü 5 bir yanında 5 dənə 0 deməkdir. 2'ye də vuranda 2 yanında 5 0. 1, 2, 3, 4, 5. 8 üstü 3 bir yanında 3 dənə 0. 2'ye də vuranda 2 yanında 3 dənə 0 deməkdir. 4 də elə 4'dür də. Topladıq. Adi toplama qaydasından 4, 0, 0, 2, 0, 2. Belə bir cavab aldıq. 202, 0, 0, 4. Elə cavab var orada. Bəli. A variant. Yəni, bu formada biz bunları gətirəcəyik. Məsələn, 95'e baxaq. Deyir ki, 2 üstü 4 üstü 2020 plus 2 üstü 2017 plus 15 onluq ədədini ikili say sistemində təsvir etdikdə həmin ədəddə olan bir rəqəmini sayını tap. Deməli, 4 üstü 2020 4 üstü mən qələmim elə biraz pis yazır axı. Bu niyə belə? Axı belə yazılırdı bu. 4 üstü 2020 qoy bir də baxım suala. 2 üstü 2017 plus 15. 2 üstü 2017 plus 15. Səhv eləmirəmsə bu bizə ikili say sistemindən istəyirdi də, düzdürmü? İkili say sistemindən istəyir, birlərin sayını istəyir. Aha. İkili say sisteminə gətirmək üçün də 4'ü yazaram. 2 üstü 2, bax bu 4'ün özünü 2 üstü 2 yazaram. 10 da üstü 2020. 2020 ilə hələ işim yoxdur. Üstə gəlinsin 2 üstü 2017, üstə gəlinsin 15. Aha, 15. Bərabər. Bu eləyər 2 üstü 4040, üstə gəlinsin 2 üstü 2017. Bu 15'i də mən ikili say sisteminə gətirəndə 4 dənə 1 eləyər. 1, 2, 3, 4. İndi bizə soruşur ki, birlərin sayını tapın. Düzdürmü? Baxın, 2 üstü 4040 nə deməkdir? Bir yanında 4040 dənə 0. Bir dənə 1 burada. Bu eləyir. Deməli, bir yanında 2017. Bir dənə də 1 burada. 4 dənə də 1'im burada. Bunları da toplasam nə eləyər? 6 dənə 1 eləyir. Cavab oldu 6 dənə 1. Hardadır? 6 bəli, Y variantı. Nə aydın deyilsə, zəhmət olmasa deyil. Aydın olmayan nə varsa deyin, zəhmət olmasın. Bu formada testlərin hamısını bu formada yazılsın. Məsələn, deyər ki, e, məsələn 48'in kvadratını onluq say sistemində verilir. Məsələn, 8'i say sistemində yaz. 48'i mən axı 2'nin qüvvətinə yaza bilmirəm. 32 plus 16 kvadrat kimi göstərə bilərəm. Bu da eləyir 232 2 üstü 5, 16 da 2 üstü 4. Bunların kvadratı. Müxtəsər vurma düsturu.
A kvadratı plus 2AB plus B kvadratı. Birincinin kvadratı 2 üstü 10. Birinci ile ikinci hasilin ikimisi yine 2 üstü 10. İkincinin kvadratı 2 üstü 8. Bunu da 8-ci say sisteminə gətirirəmsə 8 əsası gətirməliyəm. 2 üstü 10-u 2 üstü 3-ün üstü 3 vurulsun 2 kimi yaza bilərəm. Bu birisi də eynidir. 2 üstü 3-ün üstü 3 deməkdir. 2 üstü 8-də 2 üstü 3-ün üstü. Yox, qarışdırdım burada. Səhv elədim axı. 2 üstü 3-ün üstü 3 vurulsun 2 də yazaram. Çünki 2 üstü 3-ün üstü 3, 2 üstü 9-dur. 2-yə vuranda bunun üstü 1 var axı 10 versin də mənə. Üstə gəlsin 8-i də 2 üstü 3-ün üstü 2 yazaram. Bu eləyər 6. Təzədən 2 üstü 2-yə də vuraram ki 2 üstü 8 alım. İndi bura mənə nə verir? Bura mənə verir ki 8-in kubu vurulsun 2. 8-in kubu vurulsun 2. 8'in kubu vurulsun 2. Bu da mənə verir 8'in kvadratı vurulsun 4. 8'in kubu bir yanda 3 dənə 0'dır. 2'yə də vuranda 2 yanında 3 dənə 0. Bu birisi də 2 yanında 3 dənə 0'dır. Bu da 4 yanında 2 dənə 0. Niyə 4 yanında 2 dənə 0? Çünki 802 bir yanında 2 dənə 0'dır. 4 yanında 4 yanında 2 dənə 0. Topladım 0, 0, 4, 4. Cavab oldu bu. İndi kub olanda biraz əziyyət çəkəcək. A plus B kvadratının asılışı. Bax, belə bir düsturumuz var. Riyaziyyatdan bilirik bunu. A plus B'nin mötərizə kubu. Birincinin kubu. A kubu üstə gəlinsin 3A kvadratı B. Üstə gəlsin 3A B kvadratı. Üstə gəlsin B kubu. Bax, bu düsturdan asılacaq. Məsələn, istəyirsiniz bir dənə ona uyğun yazaq. Məsələn, məsələn 80'in kubu bunu yazaq 16'lı say sistemində. Bunu necə yaza bilərəmsə, o 64 plus 16'nın kubu kimi yaza bilərəm, düzdürmü? Yəni 2 üstü 6 üstə gəlsin 2 üstü 4'ün kubu bərabərdir. Birincinin kubu eləyər 2 üstü neçə? 18. 2 üstü 6 vur 2 üstü 6 vur 2 üstü 6. Üstə gəlsin 3 vurulsun A kvadratı B. Deməli 2 üstü 6'nı 2 üstü 6'ya vuracağım. Eləyəcək 2 üstü 12. 4'e də vuranda 3 vurulsun 2 üstü 16. Üstü 16. 3 vurulsun 3A kvadratı B. AB kvadratı. Deməli 2 üstü 4'ün kvadratı 2 üstü 8. Onu da 6'ya vuranda 2 üstü 6'ya vuranda 2 üstü 14. Plus ikincinin kubu. 2 üstü neçə? 12. İndi bunu da 18, 16'lı say sisteminə gətiririksə 2 üstü 4'ün üstü neçəsə yazmalıyıq. 2 üstü 4'ün üstü 4. 16 vurulsun 2 üstü 2. 3 ilə işim yoxdur. 2 üstü 4'ün üstü 16'nı yazaram 4. Üstə gəlsin 3 vurulsun 2 üstü 4'ün üstü 14'ü yazaram 3. 12 vurulsun 2 üstü 2. Üstə gəlinsin 2 üstü 12'ni yazaram 2 üstü 4'ün üstü 3. Bərabərdir. 16 üstü 4 vurulsun 4. Üstə gəlsin 3 vurulsun 16 üstü 4. Üstə gəlsin 3 vurulsun 16 üstü 3. Üstə gəlsin deməli burada 2 üstü 2 yazdıq biz. Yox. 3 vurulsun 16 üstü 4 vurulsun 4. Bir də baxaq. Deməli buradan başladıq da. Hə, 16 üstü 4 vurulsun 4. 3 vurulsun 16 üstü 4. 3 vurulsun. Bunu düzmü açtık biz? 3 vurulsun 2 üstü 4 üstü. 3 vurulsun 16 üstü 3 vurulsun 4 vurulsun 4. Üste gelsin 16 üstü 3'te. Bu da 16 üstü 3. 16 üstü 4 bir yanda 4 tane 0. 4'e de buranda 4 yanında 4 tane 0. Üste gelsin 3 vurulsun 16 üstü 4. Üst yanında 4 tane 0. 1, 2, 3, 4, 3. Deməli 3 vurulsun 16 üstü 3. 3 yanında deməli 3 yanında
3 dənə 0, onu da 4-ə vuracam. 3 yanında 3 dənə 0-ı da 4-ə vuranda 0, 0, 0, 12C. Düzdür? 3 yanında. Bu da eləyəcək 3 dənə 0, 1, 2, 3 dənə 0, C. 16-nın kubu da bir yanında 3 dənə 0. 1, 2, 3. Bunu da toplasaq 0, 0, 0, 0. C bu da 1 axı 13. 13 də D-dir, bu da 7. Belə bir şey aldıq. İndi yenə deyirəm, videolara təkrar da baxarsa, ola bilər ki, texniki səhv edə bilərik. Və mən inanıram ki, sertifikasiya 3-cü dərəcə düşmür. 3-cü dərəcə biraz çətindir. 2-ci dərəcəmə həmişə düşür. Yəni 2-ci dərəcə düşə bilər. Yəni burada biz müxtəsər vurma düsturlarını da bilməyimiz şərtdir. Məsələn, tutaq ki, belə bir nümunə olur. E, 24-ün kvadratı biraz da böyük siz yazaq. Deməli, 96-nın kvadratı üstə gəlsin, məsələn, tutaq ki, 23. Onluq ədədini deyir, məsələn, 8-ci say sistemində yaz. İndi 96-nı necə parçalamaq olar? 2-nin qüvvətinə yazılsın. 64 plus 32 kimi göstərmək olar kvadratı. 23-dəki elə bir ədəddir ki, bunu heç nə ilə göstərmək olmaz. Elə hələ ki olduğu kimi saxlayıram, amma hələ ki. Axırda bunu da sadələşdirəcək inşallah. 2 üstü 6 plus 2 üstü 5'in kvadratı üstə gəlinsin 23. Açıram. Birincinin kvadratı 2 üstü 12 plus birinci ilə ikinci hasilinin ikimizdir. 2 üstü 6 vurulsun 2 üstü 5 vurulsun 2. 2 üstü yine 12. Üstə gəlsin ikincinin kvadratı 2 üstü 10. Bu da olsun 23. 8-ci say sistemində yazıram axı. 8-ci say sistemində yazıramsa 2 üstü 3 üstü 4 yazacağım 12'ni. Üste gelsin 2 üstü 3 üstü 4 yazacağım. Bunu da 2 üstü 3 üstü 2 üstü onu 3 vurulsun 2 yazacağım. Üste gelsin bu 23'ü de artık budaqlı bölməklə 8'e bölə-bölə gedəcəm. Çünki bu elə bir ədəddir ki, bunun nə parçalama olmur, nə də 2-nin qüvvətinə yazma olmur. O zaman mən bunu adi bölmə qaydasına çevirəcəm. Və yazacağım ki, 28'e 2 dəfə 2 8'im 16, 23'ten 16'sına 7. 27 eləyir də bu da 27. Bu da bərabərdir. 8 üstü 4 üstə gəlsin 8 üstü 4 üstə gəlsin 2 vurulsun 8 üstü 3 üstə gəlsin 27. Bərabər. 8 üstü 4 bir yanda 4 dənə 0. Bu birisi də bir yanda 4 dənə 0. 2 yanında 1, 2, 3 dənə 0. Bu da 27. 8-ci say sistemində bunları toplayıram. 7, 2, 0, 2, 2. Mesela. Bu da oldu bizim son cevabımız. Müəllimlər, nə aydın deyil. Zəhmət olmasa deyin. Hesablama ilə bağlı nə qaranlıq qalsa deyin zəhmət olmasa. Mənə aydın deməli. Əslində aydındır, amma indi nə bilim biz onu yəni qarışdırmasaq nə xoş bizə. Bayaq internetdə birini qoymuşdular, blok sxemindən idi. Bir oğlan idi. Deyir ki, bu blok sxemi həll eləmək üçün Bakıdan hara İmişliyə getmək asandır, nəinki deyir bu blok sxemi eləmək. Uzun bir blok sxem qoymuşdular. Deyir Bakıdan İmişliyə qədərdir blok sxemin uzunluğu. İnşallah Biraz sertifikasiyada o qədər çətin suallar düşmür müəllimə. Sertifikasiyada çox rahat düşür. Yəni çox deyirlər ay sertifikasiya verəylə. Çox rahatdır. Yəni mən inandırım ki, Mənim səhvlərim texniki səhv oldu. Razım müəllim 2 bala görə qaldım. Texniki səhv idi. mən də o texniki səhvə görə 35% düşə bilmədim mənim. Hmm. Mənim bəlam odur, texniki səhvdir. Maksimum diqqət. Maksimum diqqətli olmaq lazımdır da yenə imtahanda.
Bununla bağlı başqa sual burada görüm nümunə varsa, elə biz onu edək. Görürəm azdır, hə? Bir iki dənə qoyulmuşlar. Hə, sonra baxaq görək hələ. Başqa varmı? Hə, var burada. Məsəl üçün 140-ı həll edək. 16 üstü 5-i deməli yazacağım. 2 üstü 20. Niyə 2 üstü 20 yazdım? 16'nın özünü 2 üstü 4 yazdım. Onun üstü 5'ti də. Bu da bura vurur 20. 2 üstü 4 üstü 7'nin də 2 üstü deməli 14. 14. Üstə gəlsin. Bu da 2 üstü 8. Cəminin 8 say sistemində yazsınlar. 8'i say sistemi istəyirsə hər birini 8 əsasa gətirirəm. 2 üstü 20'ni 2 üstü 3 üstü 6, 18, 2'yə də 2 üstü 2'yə də vuraram ki 20 alım. 2 üstü 14'ü 2 üstü 3 üstü 4, 12. Bunu da təzədən 2 üstü 2'yə vurmalıyam. 2 üstü 8'də 2 üstü 3 üstü 2, 6. Təzədən vurmalıyam 2 üstü 2'yə. 8 eylesin. 8 üstü 6 vur 4. 8 üstü 4 vur 4. 8 üstü 2 vur 4. Və top 8 üstü 6 bir yanında 6 0 deməkdir. 4'ə də vursam 4 yanında 6 0 1 2 3 4 5 6. 8 üstü 4 vur 4 bir yanında 4 yanında 4 dənə 0 deməkdir. 1 2 3 4 dənə 0 yanında 4 yanında 4 dənə 0. 8 üstü 2 vur 4'də 4 yanında 2 0 deməkdir. Topladım. 0 0 4 4 0 4 0 4. 4'lərin sayını soruşur. 1 2 düzmü hesabladık. Burada Bəli. 4 biri buradadır. Biri burada. 1 2 3 tane de. 4 tane say 3 tane. Geçen nömrələri yazırdıq. Bunun 3 tane 4 var burada. 4 rəqəmi sayını istəyir. 4 üstü 27 plus 815 ifadəsinin əsasında yazı 0 rəqəmi sayını istəyir. 4 üstü 27 plus 815 ifadəsinin 4 üstü 27 plus 8 üstü 15. 4 üstü 27'ni yazacağım. Deməli 2 üstü 54. 2 üstü 54. 2 üstü 2'nin üstü 27'də. 8 üstü 15'də yazacağım ki 8 üstü 15, 8 üstü 2 üstü 3 üstü 15, 2 üstü 45. 0 rəqəminin sayını tapın. 8 üstü 54 bir yanında 54 dənə 0 deməkdir. Üstünə 2 üstü 45 gələndə bir yanında 45 dənə 0 gələcək. Bu da hər belə ədəddə sıfırların sayını ən böyük 54 deyil. Ondan bir vahid azaldıram. Ne olur? 53. Məsələn, tutaq ki, burada bir dənə də 2 üstü məsələn 19 olsaydı, o da sıfırların sayı bir də azalardı. Hər növbəti ədəddə 1 var, axı bunların qarşısında 1 var. Sıfırların sayını bir dənə azaldırıq. Məsələn, 142 nömrəli tapşırıqda deyir ki, 16 say sistemi yazılmış 50 rəqəmli ən kiçik ədəd 8-ci say sisteminə təsvir edildikdə hansı rəqəmlə başlayar? Aha. 50 rəqəmli ən kiçik ədəd müəllimlər bir yanında 49 dənə 0 deməkdir. 16 say sistemində, düzdür? Əgər 50 rəqəmli ən böyük ədəd desəydi, onda bu 50 dənə F olardı. Yəni 16 say sistemin ən böyük rəqəmi F-dir. 50 rəqəmi desə 50 dənə F yazaram. Ən kiçik deyirsə, burada rəqəmləri təkrarlanan fərqi demir ki, bir yanında üzr istəyirəm, 49 dənə 0 yazaram. Bir yanında 49 dənə 0, 16 üstü 49 deməkdir axı. Düzdür? Bunu da 8-ci say sistemində təsvir etdi. 8-ci say sistemində təsvir etmək üçün mən əvvəlcə bunu 2-ci say sistemində təsvir edərəm. 16 2 üstü 4. Üstü 49 yazaram. Bərabərdir. 2 üstü 4 9'um 36. 6 yazaq. 3 yadda 4 4'üm 16 3 də 19. 209 196. İndi bunu 8-ci say sistemində təsvir edirəmsə 2 üstü 3'ün üstü necə yazmalıyam? 19'da 6 yazaram. 18 1 qalar. 16 3'ə 5 dəfə. 15 qaldı 1. Bir də bunu 2'yə vuraram. Bu eləyər 195. Elədirmi? Bu da 2 196. Bu da bizə verir 8 üstü 65 vurulsun 2. Hansı rəqəmlə başlayır? 2 rəqəmlə başlayır. Neçə rəqəmli ədəddir? 66 rəqəmli ədəddir. Bir dənə 2'dir. Yanında 65 dənə 0'dır. Vəssalam. Aydındır. Nə aydın olmadısa müəllimlər, zəhmət olmasa deyin.
Bu tipli suallarda. Məsələn 131-ə gəlin baxaq. 2 üstü 186 ədədi 8 sayısının təsvirləməsi alınan ədəd hansı rəqəmlə başlayır? 2 üstü 186 ədədini mən 8-ci say sisteminə yazmaq üçün bunun 2 üstü 3-ün üstü nəsəsə yazmalıyam. 18 6 dəfə, 6-da deməli 2 dəfə. Bu eləyər 8 üstü 62. 8 üstü 62-də bir yanında 62 dənə 0 deməkdir. Hansı rəqəmlə başlayır? 1 ilə başlayır. Cavab olur 1. Məsələn 132-də deyir ki, ikili say sistemində verilmiş 101 rəqəmli ən kiçik ədəd. İkili say sistemində 101 rəqəmli ən kiçik ədəd bir yanında 100 dənə 0 deməkdir. Bir yanında 100 dənə 0, yəni 2 üstü 100 kimi yazılır. Bunu 8-ci say sisteminə çevirəmsə 2 üstü 3-ün üstü neçə yazaram? 33 yazaram. 99 bir də 2-yə vuraram ki 100 versin. 8 üstü 33 vurulsun 2. Bu da bir yanında 833 bir yanında 33 tane sıfırdı. 2'ye vurulan 2 yanında 33 tane sıfır olur. Deməli, neçə rəqəmlərdir bunlar? 34 rəqəmli. Niyə 34 rəqəmli oldu? Çünki bir dənə biri var, ikisi var, 33 dənə sıfırı var. Aydın deyilsə deyin zəhmət olmasa. Məndən aydındır. Nəsə mənə aydın olmadı, müəllim, qarışdırdım. Hansı? 132 idi də deyəsən Ha, dedi. bəli. Əzdən bir də yazıram. Deyir ki, Aha. ikiniz 131 aydın oldu. Bəli, bəli, o aydın idi. İkili say sistemində verilmiş 101 rəqəmli ən kiçik ədəd. Müəllimə, 101 rəqəmli ən kiçik ədəd hansı ədəddir? Yəni rəqəmlərin sayı 101 dənə olsun və ən kiçik olsun. İkili say sistemində olsun. Bir dənə 1, yanında 100 dənə 0. Ümumi Hı hı. rəqəmlərin sayı 101 eləyərmi? Məsələn, mən Bəs- sizə desəm ki, 4 rəqəmli ən kiçik ədəd siz nə yazarsınız? Bir dənə 1 yazarsınız, 3 dənə 0 yazarsınız da, düzdür? Mən Bəli. böyük desəydim 4 dənə 1 yazardınız da. İkili Hı say hı. sistemində. Məsələn, 100 rəqəmli ən kiçik ədəd bir dənə 1 yazarsınız, 99 dənə 0 yazarsınız. İndi 101 Bəli. rəqəmli deyirsə, bir dənə 1, 100 dənə də 0 olmalıdır yanında. Rəqəmlərin ümumi sayı 101 olsun. Bir dənə 1, 100 dənə yanında 0, bu 2 üstü 100 deməkdir. Hı Axı hı. biz dedik, əgər ədədin hansısa bir qüvvət formasında ədəd göstərilirsə, onun əsası e, olan say sistemində bir dənə bir yanında qüvvətin sıxırı sıfırdır. 2 üstü 101 ədədi, yəni ikinci say sistemində ən kiçik 101 rəqəmlərə baxın budur. 2 üstü 100-dür. Bir yanında 100 dənə sıfır. Hı İndi hı. biz bunu 8-ci say sisteminə çeviririk. 2 üstü 100-ü 8-ci say sisteminə çevirmək üçün də 8 əsasa gətirməliyik. Yəni 2 üstü 3 əsasa gətirməliyik. İndi bu 2 üstü 100-ü mən necə parçalayım? 100-ü 3-ə vuranda nə düşər? Böləndə nə düşər? 33 düşər. 33 dənə, bax, 3-ü 33-ə vuranda 99 eləyir. Bu eləyər 2 üstü 3-ü, üstü 33, 2 üstü 99. Amma bu 100-də axı. Bunun 100 olması üçün bəs nə çatmır? Bir dənə 1 çatır. Burada bir dənə 2-yə vursam, normalda bu üstü 1-də axı. Yəni bu normalda baxın, 2 üstü 3-ün üstü 33, vurulsun 2, bu deməkdir ki, bu 2 üstü 99, üstü 9, üstü 9, vurulsun 2, bunda üstü 1 olduğuna görə toplanır axı. Eləyir 2 üstü 100. Yəni mən 2 üstü 100-ü bu formaya parçaladım. Bax 2 üstü 3 8 eləyir. 8 üstü 33 vurulsun 2. Düzdür? 8 Bəli. üstü 33 bir yanında 33 dənə sıfırdır. 2-yə də vuranda bir yanında 33 dənə sıfır olan bir ədədi 2-yə vuranda 2 yanında 33 dənə sıfır olacaq. Bir dənə 2 olacaq. 33 dənə yana 0. Ümumi rəqəmlərin sayı nə qədər oldu? Bizdə neçə rəqəmli ədəd deyil axı. Bir dənə 1 var, 33 dənə 0 var. Ümumi sıfırlar rəqəmlərin sayı oldu 34. Məsələn, bir yanında 5 dənə sıfırı, la 3'dür 5 dənə sıfırı. 4'ə vuranda nə olur? 4 yanında 5 dənə sıfır olmur. Yəni Bəli. 4 bir dənə 1'ə vurulur yazır. Qalanlar sıfırlar dəyişmir də olduğu kimi qalır. Aydın, mən çox sağ ol. Sağ ol. Məsələn, 134. Onlu say sistemində verilmiş 2 üstü 129 ədədi 16 say sistemində təsvir olunarsa. 2 üstü 129 deyirsə, biz bunu 2 üstü 4'ün üstü, 2 üstü 129'u 2 üstü 4'ün üstü neçə yazaq?
Deməli 129-u bölək 4-ə. 32. 32 dənə 4-üm 128 eləyər. 129 olmasın bir də 2-yə də vurmalıyam baxın. 16 üstü 32 vurulsun 2. Hansı ədəd rəqəmlə başlayır? 2 ilə. Niyə 2 ilə başlayır? 16 üstü 32. Bir yanında 32 dənə 0 deməkdir. Onu da 2-yə vuranda məmnun. 2 yanında 32 dənə 0 olur. Dəyişən bir şey yoxdur. Aydındır? Bəli, müəllim. İnşallah qüvvətlərdən çətinliyimiz olmaz ki, burada demək olar ki, çoxsunu mən həll edərəm, amma siz mənim həll eləməyimə baxmayın da, özünüz də həll eləyərsiniz. Nəsə də yenə də alınmasa, müstəqil həll edə bilməsəz, inşallah növbəti dərsimizdə həftənin birinci günü salamatlı olsun. Biz görüşərik. Yəni biz İnşallah. artıq topludan say sistemləri mövzusunda, yəni düz işləmişik burada. Nə qalıbsa, həmin sualları artıq tam olaraq işləyə bilərik. Çünki biz artıq say sistemləri bölməsini bitirdik və növbəti dərsdə sizin e, suallarınıza baxıb yeni bir bölməyə keçirik. Elektron hesablama maşınları, onların tarixi və sonra keçəcəyik hardware. Kompüterin texniki və ya aparat təminatları hardware-dən danışacağıq. Hardware uzun dərsdir. Heç semirəm də qurğuları falan bəsməcəm, amma da neyniyək? Bu da bir mövzudur. Bu da gəlməliyik. Azər müəllim, bu il nəzəriyyədən eşitdiyimə görə imtahan sertifikasiyada nəzəriyyə sualı bir dənə deyəsən düşüb. Eləmi yoxsa yanlış? Valla mən bir dənə pis cəhətim oldu ki, müəlliməm. Mən Aha. sualı xatırlamıram. Bilmirəm. Bax, indi bu sualı həll elədim. Baxın, tutaq ki. Məsələn, hansısa bilinir. İndi siz inanın ki, mən o sualı siz məndən təzədən soruşun, mən onun cavabını yadımda saxlayıb deyəm. Gərək bir də təzədən həll edeyim. Yox, nəzəri suallar müəllimə, mən yadımda qalıbdı. Var. İnformasiyanın xassələri Olmalı idi. düşmüşdü. Hassa var Elə idi. xassələri var idi orada, ancaq qarışıq verilib o xassələrini Nəzəriyyat seçmək. çox Xassələr düşürdü. verilmişdi. Razı Sonra edirəm. maddi modellər verilmişdi, Var informasiya idi. Var modelləri idi. Bəli, bəli, verilmişdi. var idi. Çıxış qurğuları var idi. Var idi. Sonra Demək olar ki, aa, müəllimə bütün proqramı əhatə eləmişdi suallar şey. E, Anlasın. şeydə var da, nədir o? YouTube'da var, izahlar var, hansı sual kimsə yadında saxlayıb. Deyirəm, maşallah insanların yaddaşına bax. Nətər yadında saxlayıb onu. Gəlib Hı. məşq. onu o hamısı özü yadımda saxlamayıb. Razı müəllim ona atıflar o elə yazmışdı. Yox, indi onu Mən atanda baxdım. mənə nə maraqlıdır? Bu sualı çıxartmaq olmazsa, bu adam deyir ki, sadə olan müdavimlərin yadında qalır. Çıxır, mən yine o qədər yadda qalır yəni. Məndə var o onun PDF-i ataram müəllimə. Olar, çox sağ olun, təşəkkür. Şəxsiniz adınız nədir? Şəxsi də Qrupa mənə atdım müəlliməm. Mən də baxıb qrupa yadımdan çıxdı. Qrupa çox sağ olun, Arzu Atar. müəllimədir. hə, Hə, hə mən də hazırlayam. qrupa Ataram atarsız baxarsınız. zəhmət Bir olmasa. 37 dənə var. 37 sual idi məncə. Mənə Hə. maraqlıdır ki, onu insanlar necə yadında saxlayıb çıxıb çölə deyib ki, bu belədir, bu belədir. Mən onu heç cürə saxlaya bilmirəm. Qoy baxaq, ona da baxaq ən azından. Bir sualı bəlkə də baxanda 3 dəfə, 4 dəfə onun şərtinə baxıram. Amma insanlar nətər onu imtahan həyəcanı, o belə vaxt məhdudiyyəti, onunla necə insanlar onu saxlayır? Maşallah, görür cəmaatın yaddaşı yaxşıdır da mən. Yox, o yaddaşlıq deyil, Razı müəllim. Məncə onun hamısını da bir adam yadında saxlamamışdı. Çünki onu izah Yox, yox, eləyəndə hamısında deyirdi elə ki, bir ki, bilsin nətərdir. Müəllim var ki, onun bir 40 dənə, 50 dənə müdavimi var. Məsələn, hə, deyir ki, birincini sən sax, birincini Nailə saxlasın, ikincini Sevda saxlasın, üçüncünü Arzu saxlasın. Bir sualdır, yəni onu kimsə saxlayır o bir sualı. Amma yenə də nəzəri sualları saxlamaq olar. Amma orada tutaq ki, Pythonda hə, o hesablamaları onun məncə nöqtə yox. vergülünə qədər nə bilim, Babal öz boyunlarına. Bəlkə sualı hazırlayanlardan kimsə bunların elə Olmuşdu da sualsızlığında Razı müəllim. Var idi da olur da, yəni eləcəsi. olur elə şeylər, amma yenə Mən yəni bunu onun saxlamaq asan iş 100% deyil. deyərəm ki, heç ümumiyyətlə nətər deyim, informatikadan anlayışı olmayanlar var idi. Belə bir şey də var idi. Bəli, bəli. Müəllimlər, bizim vaxtımız azalır. Sizin əlavə sualınız varmı mövzu ilə bağlı? Yox, mənim yox. Çox sağ olun. Neçə nəfər iştirak edə bundan? İkincisi Sağ olun. az adam qoşuldu. Oldu. Sağ olun. Gecəniz Sağ xeyir Sağ olun, olun. çox sağ olun Sağ müəllim. olun. Allah Sağ razı olun. olsun. Allah razı Sağ olun. olsun. İnşallah qismət olsa birinci gün dərsimiz olar.
Bir dənə də mən bir dərs borcluyam da. 4-cü gündə qismət olsa yenə keçib O ona. razıyam da o olmasa da olar. Yəni Yox, keçək də, yox, elə halallıq olsun. tipdə var idi da, topluda var idi. Yox, keçək. Əhatə Oldu. Sağ elədi də. olun. Gecəniz xeyrə. Sağ olun. Sağ olun.